12 avqustda göy üzündə nadir kosmik hadisələr yaşanacaq. Yer sakinləri əsas kosmik hadisələrdən birini sabah müşahidə edə biləcəklər. 12 avqustda tam günəş tutulması baş verəcək. Ayın kölgəsi yer səthi boyunca hərəkət eləyəcək və tutulmanın tam fazası bəzi ərazilərdə 2 dəqiqədən çox davam eləyəcək. Tutulmanın mərkəzi xəttinə yaxın ərazilərdə maksimum tamlıq müddəti 2 dəqiqə 18 saniyə çatacaq. Hadisənin tam fazasını müşahidə etmək mümkün olacaq ərazilər arasında Qrenlandiya, İslandiya, Rusiyanın Arktika bölgələri, İspaniya və Portuqaliyanın kiçik bir hissəsi yer alır. Tutulma təəssüf ki, Azərbaycanda müşahidə olunmayacaq. Şimali Amerikanın bəzi bölgələri, Kanadanın böyük hissəsi, Avropanın əksər əraziləri və Şimali Afrikanın bəzi hissələrində isə tutulmanı qismən müşahidə etmək mümkün olacaq. Hadisəni canlı müşahidə edə bilməyənlər üçün NASA tərəfindən canlı yayım təşkil olunacaq. 12 avqust həm də digər astronomik hadisələrlə yadda qalacaq. Sübh vaxtı 6 planetin Merkuri, Venera, Mars, Yupiter, Saturn və Uranın paradı baş verəcək. Gecə saatlarında isə Perseid meteor yağışının maksimum aktivlik dövrü baş verəcək.